çox üzr istəyərək deyirəm ki, dəyyusluq trend olmuş bir vəziyyətdədir. Yəni, hər şeyin bir trendi olur. İndi dəyyusluq trenddir. Allah Azza və Cəllə qəlbi elə bir çevirib ki, insan öz xanımını çıxır rahat bir şəkildə paylaşır. Və hətta vallahi keçən qardaşın biri deyir ki, videodur, adam deyir ki, Türkiyədə olmuş hadisədir. Deyir, siz mənim deyir, yoldaşımı həmişə deyir, bərbəzəkli görürsünüz. Bu səfərdə deyir, bəzəksiz halını görün deyir. Dəyyusluq trend olub. Niyə belə olub? Allah Azza və Cəllə o qəlbləri çevirir. İnsan pis demiş olduğu şeyə indi adi şey kimi baxır. Qısqanclığa geri düşüncəli kimi baxırlar. Mənim ərim deyir, daha məni əvvəlki kimi qısqanmır, rahat ola bilərsiniz deyir. Dəyyusluq. Peyğəmbər sallallahu aleyhi və səlləm dəyyus cənnətə girməyəcək deyir. Adam deyir ki, başlıq açıb və bunun altında 5-10 nəfər yox, yüzlərlə insan şərh yazır. Deyir ki, düşünün deyir, evli olan bir qadına aşıq olursunuz deyir. Belə